Şəfalı Həyat, Coffee and Healthy Food'un baş sponsorluğu, həkim-stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə başladı. Salam mənim əzizlərim, xoş gördük. Yenə də Şəfalı Həyat sizinlədir. Uzun ayrılıqdan sonra yenə də sizin qarşınızdayıq. Hər bazar günü ənənəvi olaraq Şəfalı Həyat sizinlədir. Mənim əzizlərim, görürsünüz ki, bugün biz sizi Şəfalı Həyat studiyasından yox, məhz Azərbaycanın ən gözəl bölgələrindən biri olan İgidlər Oylağı, bizim bütün belə gözəl adət, ənənəvi, abidəli məkanımızdan, şəhərimizdən, məhz Şəkidən başlamışıq və onu da deyim ki, bugün biz burada tək deyilik. Artıq bu bizdə adət ənənəyə keçib. Biz mövsümü bağlayanda məhz bu gözəl qonağımızla, hansı qonağımız olacaq, indi bir neçə dəqiqədən sonra görəcəksiniz. Məhz qonağımızla bağlamışdıq və mən sizə söz vermişdim ki, mövsümümüzü bağlayanda məhz mövsümümüzü Şəki şəhərində elə bu gözəl müğənnimizlə, əzizimizlə, canımızla Samirə xanımdan başlayacaq. Xoş gördük Samirə xanım. Xoş gördük. Çox şadam ki, bugün Şəfalı Həyat Şəki şəhərindən məhz Samirə xanım Əliməryanla bərabər start verir. Bu gözəlliyi mənim üçün yaşatdınız. İllər öncə mən bir daha bu gözəl məkana gəldim. Öz adət ənənələrini, yəni qədimliyini, tarixini qoruyub saxlayan gözəl bir məkandır. Buradan Şəkillərə böyük-böyük səlamlar. Ümumiyyətlə, bütün Azərbaycan bölgələrimizə buradan Şəfalı Həyat ailəsi tərəfindən salamlar edirik. Biz söz veririk ki, bütün bölgələrimizi belə gəzəcəyik. Hətta böyük bir proyektlərə də yeni mövsümdən start veririk. Bu bizim Şəfalı Həyat verilişimiz adi yox, qeyri-adi bir formata keçəcək. Çünki bizdə şəfalı məsləhətlər, şəfalı söhbətlər, gözəl qonaqlar, gözəl ifalar, gözəl reseptlər və təbii ki, bir çox digər faydalı məsləhətlərimiz hər zaman olduğu kimi hər bazar günü ARB kanalında Şəfalı Həyatda olacaq. İzləyə bilərsiniz. Odur ki, verilişimizə start verdik. Mövsümü 7-ci mövsümümüzün açılışını məhz Şəki rayonundan, Şəki şəhərindən Samirə xanım Əliməryanla başladıq. Mən gəlirəm ürəyinə, mən gəlirəm gözlərinə, bil sevirəm dəli kimi, biz gəlirik, mən gəlirəm. Ürəyim doludur, sözlərim, söhbətlərim çoxdur. Amma istəyirəm birinci növbədə verilişimizin açılışını Samirə xanımın gözəl ifasıyla başlayaq, sonra da söhbətlərimizi davam edək. Sevə-sevə Şəfa xanım. Çox sağ olun, təşəkkür edirəm. Sanırdım, sevərəm yenə ürəyim, inanmaz mənə əsl eşq, indi başlayır sən demə. Tanımır benim qəlbimi titrədib, o sarı simi qollarım, qanadlar kimi uçuram. Həyəcan büyüb bəllərim əsir, sığmıram nə yerə, nə göyə. Sevgisi götürüb qəlbimi əsir, dilim bilmir nə deyə. Bilmədən ürəyimə doldu bir adam, həsrəti kədəri götürdü aradan. Mənə sevilməyi öyrətdi, sevməyi öyrətdi o.
Bugün Şəfalı Həyat verilişimizin 7-ci mövsüm açılışıdır və buradan bizim əzizimiz, gözəlimiz, gözəl sənətkarımız Samirə xanıma dərin təşəkkürümü bildirirəm ki, bizi ilə bərabər, bütün Şəfalı Həyat ailəsi ilə bərabər elə Şəkidən biz çəkilişimizə start veririk və artıq mən düşünürəm ki, bu bizim adət-ənənəmizə keçiriləcək ki, hər dəfə bizim verilişimizin açılışında gözəl sənətkarlarımız olacaq və təbii ki, mövsümün bağlanışında da gözəl sənətkarlarla olacaq. Samirə xanım, sizə təşəkkürümü bildirirəm. Bugün Şəfalı Həyat ailəsinin bir üzvü olaraq bizi ilə bərabərsiniz. Mən sizə təşəkkür bildirirəm adət-ənənəyə sadiq olaraq, yəni məni öz verilişinizə dəvət eləmisiniz və mənim üçün doğrudan da xoşdur. Yenə deyirəm, yəni gözəl diyarımızda, Azərbaycan gözəl güşəsində olan Şəkidəyik. Tarixi olan bir yerdəyik. O qədər maraqlı keçir veriliş, o qədər mənim üçün maraqlı, həm söhbət edirik, dincəlirik, həm də yəni buna görə sizə xüsusi bir təşəkkür bildirirəm, var olasınız. Biz sizə təşəkkür bildiririk. Onu da bildirim ki, mənim əzizlərim, biz bu 2 ayı boş oturmamışıq. Bizim şəfalı turlarımız olub, şəfalı məsləhətlərimiz olub, şəfalı marafonumuz olub, artıq şəfalı yeni layihələrə, hətta onu deyim ki, bu yaxınlardan bizim Şəfalı Həyat, Coffee and Healthy Food kimi bir məkanımız da açıldı. Odur ki, hər biri bizi dəvət edirik ora. Gözəl xanımları, gözəl bəyləri, ailənizi götürürsünüz, bizimlə bərabər gəlirsiniz bizim məkana. Gözəl seminarlarımız, onu da deyim ki, biz yay boyunca müxtəlif seminarlar keçirirdik, müxtəlif təlimlər keçirirdik və elə o təlimlərdə də müxtəlif mütəxəssislər, psixoloqlar və digər mütəxəssislərlə bərabər keçirirdik. Samirə xanım, bugün bax elə burada, Xan Sarayında sizin gözəl ifanızla, gözəl səsinizlə, o gözəl şəfa verən səsinizlə istəyirəm ki, bir verilişimizi davam edək. İzləyicilərimiz də mövsüm açılışını sizin gözəl ifanıza qulaq assın. Bizim gözəl kadrlar, hansı ki, yay boyunca biz çəkilişlər etmişik. Bizim turlardan, bizim təlimlərimizdən, bizim kafemizdən. Oradan da istəyirəm elə bizim hal-hazırda izləyəsiniz, görəsiniz. Odur ki, hər bir bizi buradan bizim Şəfalı Həyat ailəmizin üzünü olmağa dəvət edirəm. Hər birinizə təşəkkür edirəm bir daha ki, siz varsınız. Siz varsınız ki, biz də varıq. Bir insanı tanımaq istəyirsənsə, onunla yol yoldaşı ol. Odur ki, biz Samirə xanımla Şəkiyə gələrkən yol yoldaşı olduq və onu bir az da dərindən tanıdım, daha da sevdim. Odur ki, Samirə xanım, bir daha sizi sevirəm, onu deməliyəm. Bu efirə görə yox, içimdən gələn bir sözdür. Təşəkkür, çox sağ olun. Çox sağ olun. Bax, bu yayda nələr etdiniz? Nələr, yeni projelərimiz nədir? İstirahətlə yanaşı yeni mahnılar yazıldı. Hətta bir sizin sevdiyiniz bir mahnı var, Əsasları Küləyim. O mahnıya duet şəklində yeni bir nəfəs, yeni bir cover şəklində bir yeni nəfəs verdik Pərvizlə bir yerdə. Yəni rap qarışığı oldu, sintez elədik bu mahnını. Yəni belə və daha yeni mahnılar səsləndi. Onlardan da biri bugün yenə sizin verilişinizdə, sonda sizin verilişinizdə səslənəcək. Yeni klipi, yeni ifası, Samirə xanımın gözəl ifası verilişimizin sonuna kimi qalın bizi ilə bərabər izləyin. Samirə xanım, indi isə istəyirik sizin bir gözəl ifanızı və belə gözəl məkanınızda, belə Azərbaycanın gözəl bir bölgəsində, Şəkidə, Xan Sarayında Samirə xanımla bərabər bütün Şəfalı Həyat verilişin ailəsi bərabərdir. Gözəl ifanıza keçək. Təşəkkür, böyük məmnuniyyətlə ifa edərəm. Gözüm yoldadır, xoş xəyaldadır. Tez gələ gül
Şəfalı Həyat Coffee and Healthy Food'un özəlliyini və fərqini bilmək istəyirsiniz, o zaman gedək. Mən həkim dietolog Şafa Yadigarova tərəfindən menyularımız hazırlanır və sizə təqdim olunur. Şəfalı, dadlı, keyfiyyətli, sağlıqlı yeməklər axtarırsınız? Glutensiz, şəkərsiz şirniyyatlar axtarırsınızsa, o məkan elə bu məkandır. Hər birinizi Şəfalı Həyat Coffee and Healthy Food məkanımızda gözləyirəm. Müasir metodlar, peşəkar mütəxəssislər, hər bir uşağa kompleks müayinə, fərdi yanaşma. Bütün bunlar hardadır? Əlbəttə ki, Rabitəli Nitq Reabilitasiya Mərkəzində. Mərkəzdə loqopedik, psixoloji, psixopedaqoji, düyü bütünləmə, müalicəvi bədən tərbiyəsi kimi xidmətlərimiz mövcuddur. Rabitəli Nitq Reabilitasiya Mərkəzinin əsas özəlliyi isə burada inklüziv yaşam şöbəsinin fəaliyyət göstərməsidir. Övladlarınızın sağlam gələcəyi naminə siz valideynlərin seçimi Rabitəli Nitq Reabilitasiya Mərkəzi olmalıdır. Elayə xanım, bugün müasir dövrdə uşaqlarda nitqin ləngiməsi nə ilə bağlıdır? Çox düzgün vurğuladınız Zümrüd xanım. Son zamanlar uşaqların bir çoxsunda nitq ləngimə problemi müşahidə olunur. Yəni müraciət olunan bir çox valideynlər gəlirlər ki, uşağımızın nitqi ləngdir, inkişafında lənglik müşahidə edirik. Bəli, bunu da yaradan səbəblər bir çox faktorlar var. Amma hal-hazırda əsas qlobal faktor budur ki, valideynlər övladlarını telefon, televizor qarşısında çox qoyurlar və bunun da nəticəsində uşağın bir tərəfli ünsiyyətə məruz qalır. Yəni telefondan, televizordan məlumatı alır, amma qarşı tərəfə məlumatı ötürmür. Bu da nəinki nitqin ləngiməsinə, həmçinin də sosial kommunikasiya gecikməsinə gətirib çıxarır. Məhz buna görə də dünya üzrə psixoloqlar, psixiatrlar artıq həyəcan təbliğ çalmağa başlayıblar ki, 3 yaşına qədər uşaqların telefon, televizor qarşısında oturması qəti qadağandır. Çünki məhz bu dönəm uşağın inkişafının ən sensitiv dövrləridir ki, anlamanın, qavramanın, nitqin inkişafı məhz bu dövrdə daha gözəl, daha parlaq şəkildə olur. Bu dönəmdə uşaqlar bu həmin telefon, televizor qarşısında olduqda və olduqlarına görə də, ona görə də müasir dönəmdə uşaqların nitq inkişafında çox böyük geriləmələr müşahidə olunur. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə davam edir. Mənim əzizlərim, bundan öncə də vurğuladım ki, Şəfalı Həyat verilişi bu yay boyunca müxtəlif turlar elədi, müxtəlif təlimlər keçdik, seminarlar keçdik, marafonlar etdik və artıq yeni mövsümdə biz bütün belə deyək, Şəfalı Həyat ailəsi olaraq hər kəs də buradan dəvət edirik, bizim sıralarımıza qoşulasınız, Şəfalı Həyat təlimlərimizə gələsiniz. Hətta onu deyim ki, bizim mövsüm bağlanan dövrdə Şəfalı Həyat Coffee and Healthy Food kimi məkanımız da açıldı və biz bu məkanda yay boyunca təlimlər keçirirdik, seminarlar keçirirdik və bütün xanımları, insanları bizim sıralarımıza qoşulmağa dəvət edirik. Odur ki, nəzərinizə çatdırım ki, bundan öncə dedim ki, biz yeni mövsümdə tam başqa cürə gəlmişik, əli dolu gəlmişik, fərqli gəlmişik. Odur ki, bu mövsümdə nələr olacaq, onu sizinlə birazdan paylaşacağıq.
Bizim bugün mövsüm açılışımızdır ve bugün bizim Şəfalı Coffee and Healthy Food sponsorumuzdan möhtəşəm dietik tortumuz olacak. Samira xanım, görürsünüz ki burada güzel çay. İnsan təbiətə qoşulanda ilhamlanır, harmoniyada olur, özünün ruhunu tapır. Elə biz də bugün ona görə qərara gəldik ki, Şəfalı ət verilişinin ilk açılışını təbiətin qoynunda, belə gözəl insanlarla, gözəl təbiətdə, gözəl çayımız, dietik tortumuzla Sizlə gözəl söhbət edəcəyik. Maşallah, sizin verilişinizə hər zaman baxıram və ümumiyyətlə sizin həyat obrazınıza diqqət yetirirəm, nəzər salıram. Çünki özünüzə çox diqqət yetirirsiniz, düzgün şəkildə, düzgün qidalanırsınız, hər zaman formada olursunuz, idmanınız vaxtında. Yəni mən özüm də belə sağlam həyata riayət edən insanlardan biriyəm və ona görə də eyni insanları görəndə yəni sevinirəm əslində. Çox mənə xoş təsir bağışlayır və onlardan da biri sizsiniz. Buna görə sizə xüsusi bir təşəkkür bildirirəm. Samira xanım, yeri gəlmişkən siz çox gözəl dediniz və mən düşünürəm ki, bizim bir-birimizə bağlayan hansısa bir ruh bağlılığımız var. Bu çox önəmlidir. Onu da deyim ki, mənim əzizlərim, biz keçən mövsümdə bir xanımımızı, Nəzrin adlı xanımımızı götürdük kilo verməyə və onu 50 kilo arıqlatdıq. Bugün 7-ci mövsümümüzün açılışında sizə buradan birbaşa müraciət edirəm. Kim ki artıq kilodan azad olmaq istəyir, bir adamı, ola bilər, 2 adam da ola bilər, xanımı biz canlı olaraq götürürük. Verilişimiz vasitəsilə hər şey edərək, yəni qidasına diqqət edərək, həyat tərzini motivasiya edərək onu bu sezonda, bu mövsümdə kilolardan azad edirik. Odur ki, mənim əzizlərim, kim ki artıq kilolardan azad olmaq istəyir və illər boyunca bununla mübarizə edir, hər zaman Şəfalı Həyatı izləyin. Bizim sehirli, bizim qızıl şəfalı məsləhətlərimizi siz də dəyərləndirin. Siz də amma təbii ki, insanın bir inamı olmalıdır, insanın iradəsi olmalıdır, inancları olmalıdır, insan ona inanmalıdır. Ümumiyyətlə, Samira xanım, mən onu da müşahidə etmişəm ki, insan nə qədər bir şey inanır, nə qədər beynində onu fluid olaraq kainata göndərir, beynində ona neyronlar yaranır yeni və o neyronların arasında əlaqələr. Bax, o əlaqələr güclənir və insanın istədiyi, istəyər kilo, istəyər arzuları, istəyər niyyətləri, amma insan hər zaman niyyəti düz olmalıdır. Mənə razısınız? Təbii olaraq razıyam. İnsan hər zaman müsbəti ətrafa yayımlayanda əlbəttə ki, onun qarşılığını da alır. Negativ yayımlayanda yenə o bir dalğa kimi o da o negativ sənə qayıdır. Ona görə gəlin gözəl düşünək, gözəl əməllər edək, gözəl insanların əhatəsində olaq ki, bizə yalnız müsbət gəlsin. Ümumiyyətcə, insan hər zaman yaxşı insanları özünə cəlb edir. İnsan özü necədirsə, elə insanları da özünə cəlb edir. Ona görə bu çox önəmlidir. İnsan təbiəti də sevməlidir, heyvanları da sevməlidir, insanları sevməlidir. Gülləri, hər şey, canlı nə varsa. Hətta fikir verin Şəfa xanım, insan məsələn tutalım ki, düzgün qidalardan istifadə edir, yəni düzgün qidalanır, onun bədəni də ona qarşılıqlı, yəni cavab verir. Amma mən birinci növbədə onu deyərdim ki, əziz tamaşaçılar, insan sağlam və düzgün qidalananda nəinki bədəni formaya düşür, beyni düzgün olur. Beyni düzgün çalışır. Mən deyərdim, birinci növbədə insanın beyni formaya düşməlidir. İnsanın düşüncələri düzgün formalaşanda insanın bədəni də düzgün formalaşır. Elə bununla bağlı biz yeni mövsümdə, mənim əzizlərim, məni izləyən bütün tamaşaçıları dəvət edirəm. Bizim Şəfalı Həyat Coffee and Healthy Food məkanımıza dəvət edirəm. Gəlin bizim seminarlarımıza, təlimlərimizə qoşulun. Şəfalı səhər yeməklərimiz, hətta yeni sezondan qərara gəldik ki, ayda bir dəfə Şəfalı marafon edəcək bulvara.
yürüyüş. Oradan gələcək şəfalı səhər yeməyi, şəfalı söhbətlər, şəfalı tanışlıqlar olacaq. Odur ki, hər birinizi bizim Şəfalı Həyat ailəmizin üzvü olmağa dəvət edirəm. Hər zaman bizi izlədiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Hər birinizin qarşılığında baş əyirəm. Çox sağ olun ki, varsınız. Siz varsınız ki, biz də varıq. O deyil, bir sənətkarı sənətkar olmaq üçün onu sevənlər olmalıdır. Bir verilişin ayaqda durması üçün onu izləyənlər olmalıdır. Və təbii ki, bir insanın hansısa zirvələr qalxması üçün ona dəstək olan, onu sevən bir kütlə olmalıdır. Odur ki, hər birinizə təşəkkür edirəm. Yaxşı ki, varsınız. Yaxşı ki, varımsınız. Samirə xanımı da vurğulayım ki, sizə təklif eləyəndə ki, bizim çəkilişimiz açılmış şəkildə olacaq. Siz onu sevə-sevə qəbul etdiniz. Çünki bilirsiniz ki, bu təbiətlə insan qovuşanda, təbiətlə bərabər olanda insanın içi, ruhu, düşüncələri, hər bir belə deyək də enerji balansı bərpa edir. Hətta mən onu da deyim ki, biz qərara gəldik ki, biz mütəmadi turlarla bərabər artıq müxtəlif verilişlərimizi də müxtəlif Azərbaycanın gözəl bölgələrindən çəkəcəyik. Amma bugün Şəkidə çəkməyimiz bir təsadüf deyil. Çünki Şəkinin xüsusi torpağının bir müalicəvi gücü var. Torpağın bir gücü, enerji gücü var. Və bu da çox önəmlidir ki, biz buradan şəfalı veriliş olaraq böyük bir güc alaraq yeni mövsümə start veririk ki, yeni mövsümdə yeni projelər, yeni layihələr, yeni ideyalar, yeni məsləhətlər, yəni mütəmadi verilişimizdə onu işıqlandıraq. Ümumiyyətlə, mən torpaq ünsürü olan bir insanım, siz də torpaq ünsürü olan, bəli. Və ona görə torpaq ünsürü olduğumuz üçün biz hər zaman axtarırıq, təbiətin qoynunda olmağımızı istəyirik, torpaqla təmasda olmağımızı istəyirik. Məsələn, mən özümdə bunu görmüşəm dəfələrcə. Mən torpaqla ünsiyyətdə olduqca, onunla təmasa girdikcə tam fərqli bir insan oluram. Yəni, enerjim artır, yəni əhval-ruhiyyəm tam fərqli olur və bu gözəl bir, necə deyim sizə, gözəl bir göstəricidir ki, siz məsələn öz verilişlərinizi məhz rayonlara artıq saldınız, kökləndirdiniz, saldınız. Bu, yəni bilirəm ki, inşallah gələcəkdə də gözəl sizin studiyanız olacaq, məkanınız olacaq. Orada yenə verilişlərinizi davam edəcəksiniz. Amma çox xahiş edirəm, vaxt aşırı tez-tez. Mənlə bərabər, bəli, rayonlara gedəndə mütləq məni dəvət eləyin. Çünki mən təbiətlə, yenə təkrar edirəm, təbiətlə, torpaqla təmasda olduqda mənim əhval-ruhiyyəm tam fərqli olur. Yəni, siz necə, yəni yeni ideyalar sanki artır səndə, sən sakitlə, təzədən, yəni elə bir ki, bir daha yeni hansı bir başlanğıc olur. O elə yeri gəlmişkən, bax o başlanğıcla bağlı, bax buradan sözün əsl mənasında öz şəxsi praktikamda, haçan mən rayona gedirəm, Bakıya gələndə yeni ideya doğulur. Mənə doğrudan hər dəfə. Sən ünsiyyət olduqca səndə yeni ideyalar artır. Sən həm mənəvi, həm belə fiziki, yəni rahatlaşırsan və tam fərqli bir artıq yeni ideyalarla, yeni arzularla sən yeni həyata bir başlanğıc eləyirsən, davam eləyirsən. Onu da deyim ki, Samirə xanım vurğuladı ki, bizim yeni mövsümdə yeni studiyamız da var, elə yeni studiyamızdan çəkilişlərimiz də eləyəcək. Yeri gəlmişkən buradan ARB kanalının rəhbərinə, başda Rəşad müəllimə və bütün ARB komandasına buradan dərin təşəkkürümü bildirirəm. Bizə dəstək oldular, gəldik, Şəkidə çəkilişlərimizi etdik. Ümumiyyətlə, mən hər zaman deyirəm ki, mən Rəbbimə çox təşəkkür edirəm. Allahıma təşəkkür edirəm. Kainatıma təşəkkür edirəm ki, mən qarşıma gözəl insanlar çıxır. Bax, sizi kimi gözəl insan, mənim komandam, ətrafım, gözəl insanlar. Deyir, insan necədirsə, elə insanları da özünə cəlb edir. Gəlin, mənim əzizlərim, hər zaman düşüncələrimiz yaxşı olsun, niyyətlərimiz düzgün olsun. Hər zaman yaxşılıq edək ki, o yaxşılıq bumerang kimi 100 dəfə bizə geri dönüş olsun. O bumerang kimi bizim həyatımıza qayıtsın. O deyir, mən yaxşılıq etdim, mənə geri dönmədi. O demək deyil ki, o insan sizə yaxşılıq edəcək. Digər insanların vasitəsilə o yaxşılıqlar mütləq sizə qayıdacaq. Odur ki, Şəfalı Həyatı izləyən bütün tamaşaçılara bugündən, yeni mövsümündən bilirsiniz birinci nə deyirəm? Niyyətimiz düzgün olsun.
fikirlərimiz saf olsun, təmiz olsun. Hər zaman hər kəsə şəfa arzu edək. Həyatımızı şəfalandıraq, ətrafımızı şəfalandıraq ki, ailəmiz də, özümüz də şəfamızı tapa bilək. Söz verdiyim kimi, bundan öncə də vurğuladım ki, bu mövsümdəki şəfalı həyat verişi tam fərqli olacaq. Amma təbii ki, sizin istəklərinizi, sizin belə deyək, arzularınızı nəzərə alaraq mənim Instagram səhifəm aşağıdan səhifəm gedir, Dietolog Şəfa Yadigarova səhifəmə yazırsınız. İradlarınızı, istəklərinizi, Samira xanım çox gözəl vurğuladı, arzularınızı edirsiniz. Bəlkə sizin verişinizdə daha yeni bir rubrikalar görmək istəyirlərsə, mütləq sizin Instagram səhifənizə müraciət eləsinlər. Bəli, mən də düşünürəm ki, yeni rubrikalar, yeni süjetlər, yeni məsləhətlər, daha çox nəyi şəfalı həyatda görmək istəyirsiniz? Odur ki, mənim əzizlərim, arzu edirəm ki, hər zaman arzularla yaşayasınız. Mənim anamın çox gözəl sözü var, hər zaman da onu efirdə də, tədbirlərdə də, seminarlarda da deyirəm, insan arzularla yaşamalıdır, xəyallarla yox. Çünki hər zaman deyir, qızım, insan xəyallarla yaşayanda qocalır, insan arzularla yaşayanda hər zaman cavan qalır. Qoy elə yeri gəlmişkən buradan məni izləyən bütün analara, başda da mən Gülzar xanım, anama buradan salam söyləyirəm. Anacan, səni öpürəm, səni sevirəm, yaxşı ki, mənim həyatımda Baxınız ya. Bu verilişin açanda ilk dəfə 7 il bundan öncə yadıma gələn noyabr ayındaydı. Mənə dedi, qızım, get alınacaq və doğrudan da artıq 7 ildir şəfalı həyat ayaq üstədir. İnşallah deyirəm, İnşallah 10 illiyimizi gözəl bir bölgələrdən, Azərbaycanın ən gözəl bölgələrindən birində bütün komandamızdan, bütün ARB ailəsi olaraq, şəfalı həyat ailəsi olaraq qeyd eləyərik. Və maşallah tortumuz Yeri gəlmişkən, bugün bizim şəfalı həyat Coffee and Healthy Food'dan belə bir gözəl şəfalı tortumuz təqdim olunur. Təşəkkür edirəm, Raya xanım bizim şefimizdir və bu tort tam dietik, şəkərsiz, unsuz, glutensiz şəfalı tort. Siz də şəfanızı bizim şəfalı tortlarla tapa bilərsiniz. Bu günlərdə biz bütün şəfalı ailəmiz olaraq belə bir gözəl tortumuzu kəsirik və bugün şəfalı həyat verilişimizin yeni 7-ci mövsüm açılışına start veririk. Bravo, xeyirli uğurlu olsun Şəfa xanım. Çox sağ olun, təşəkkür edirəm. Samira xanım, düşünürəm ki, biz bu şəfalı torta dadmasaq biz bugün gedə bilməyiz. Siz dəvət edirəm. Gəlin bərabər necə mövsümü bağlamışdıq, necə mövsümü açırıq, elə də şəfalı tortumuzu bərabər kəsək. Necə baxırsınız? Bəli. Necə kəsək? Bəli, qəşəng arzular, qəşəng projelər, yeni ideyalar, yeni mövsümdə bizi gözləyir. Bismillah. Bismillah. Da-da-dan, da-da-da-da. Təbrik edirəm. Çox sağ olun. Uğurlu, xeyirli olsun. Bravo. Hər şey axarıcan, hər şey gözəl getsin. Bir də baxarsınız, görərsiniz ki, artıq mövsümü bağlamaq lazımdır. Viyana Samira xanımı dəvət eləyir. Bəli, bir də görəcək ki, mövsümümüzü ündən sonra bizdə bu bir adət-ənənəyə çevriləcək. Mövsümdə mütləq hansısa bir gözəl bölgəyə bərabər gedəcək. Samira xanım da bundan öncə də deyib, o qədər gözəl yoldaşlığı var. O qədər gözəl insani cəhətlərimiz, keyfiyyətli insan başqadır. Odur ki, sizə təşəkkür ederim. Artıqlanması ilə həm hamımıza böyük diqqət yetirirsiniz. Qoy sizin həmişə şəfalı məkanınız, şəfalı tortunuz, verişiniz hər zaman işıqlansın. Günəş kimi parıldasın və o, necə deyərlər, işıltısını bütün hər yerə, istisi ilə hər yerə sıçrasın. Gəlin bu şəfalı tortumuzun, deyir, ağzımız şirin olsun ki, həyatımız da şirin olsun. Gəlin birinci siz, olar mı? Mən də sizə belə. Da-da-da-dan. Belə. Da-da-da-dan. Təbrik edirəm. Çox sağ olun. Bəh-bəh. Bravo. Yer gəlmişkən bir daha Şəfalı Həyat Coffee and Healthy Food'un bütün komandasına, başda da bizim şefimiz Raya xanıma dərin təşəkkürümü bildirmək istəyirəm ki, bizə bugün şəfalı həyat verişimizə belə gözəl, şəfalı, diyeti, glutensiz, unsuz, şəkərsiz belə gözəl tort
sifariş edib belə təqdim etdilər. Odur ki, siz də şəfanızı sadəcə olaraq bizə qoşulun, şəfanızı bizi ilə bərabər əldə edin. Necə dedik? Əladır, əladır. Ürəklərimizi göndərək, sevgimizi. Sağlam qida, yalnız sağlam qida, Bəli. sağlam həyat tərzi. Səmirə xanım onun gözəl bir nümunəsidir. Təbii ki, mən də çalışıram hər zaman sizə motivasiya olaraq, dəstək olaraq, yeni projelerimizdən, təlimlərimizdən, məsləhətlərimlə, turlarımla, verilişimlə hər zaman sizi, tövsiyələrimlə hər zaman sizi şəfalandırıram. Təşəkkür edirəm. İndi isə istəyirəm keçək bizim Samirə xanımın yeni ifası. Sonda istəyirəm sizə bayaq dediyim kimi, söylədiyim kimi yeni bir mahnımı, onu da nəzərinizə çatdırım ki, mahnını ilk dəfə də sizin verişinizdə. Bunu qeyd eləmək lazımdır. Samirə xanımın yeni ifası ilk dəfə şəfalayan verilişində. Bəli, bu da bizim üçün bir hədiyyə oldu. Odur ki, Samirə xanımı sevənlər, Şəfalı Həyatı verilişini izləyənlər, sevənlər, ümumiyyətlə bizi hər kəs, Ayrı kanalını izləyənlər, hər birinizə buradan təşəkkür edirəm. Sən bizi sevin, bizi izləyin və artıq verilişimiz sona çatır. Düşünürəm ki, siz bugün bizi izlədiniz. İzləyərkən maraqlı süjetlər, gözəl ifalar, gözəl məsləhətlər. Hər bazar günü Ayrı kanalında saat 3-də Şəfalı Həyatı izləməyi unutmayın. Sevirəm sizi, yaxşı ki varsınız və bugünlük bu qədər keçirik. Sonda Samirə xanımın gözəl ifasına. Təşəkkür ederim. Yoxluğumu xoş sanmısan, duyğuları boş saymısan, ürəyimi daş sanmısan.
Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə bitdi.